Qeydlərə baxaq. Lar şəkilçili söz feildən gedir söhbət. Yəni biz araşdırmanı dedik ki, yalnız feildə aparacağıq. Əgər feildə lar şəkilçisi, lar ünsürün biz görürüksə, birinci yenə sualla işləməliyik. Sözə sual verəcəyik. Söz nə edər sualına cavab verəcəksə, sualı analiz edəcəyik. Sualın nə et hissəsinə qoşulduğu ər. Deməli, burada suala lər qoşulmayıbsa, artıq burada lar şəkilçisi bütöv ola bilməz. Deməli, ların ar hissəsi deməli qoşulacaq suala. Onda isə l-nı biz ayırsaq, l orada məna verməyəcək. Bu deməkdir ki, artıq burada la bir şəkilçi olacaq. Ar şəkilçisi isə ancaq r kimi çıxış edəcək. Deməli, əgər söz, bura diqqətli olmaq lazımdır, nə edər sualına cavab verirsə, onda deməli la şəkilçisindən sonra, la leksik şəkilçisindən sonra yar qrammatik zaman şəkilçisi işlənib və onun ya hissəsi ixtisar olunub, təkcə r qalıb və o da la ilə birləşərək lar ünsürünü əmələ gətirib. Amma lar burada bir yox, iki şəkilçidən ibarətdir. Yəni, la leksik şəkilçidir, r isə qrammatik şəkilçidir. Yəni, feil düzəldən leksik şəkilçi qeyri-qəti gələcək zaman ixtisarı olan r şəkilçisi ilə birləşib. Beləliklə, la üstəgəl r şəklində, yuxarıda dediyimiz kimi, deməli, lar ünsürünü yaradıb.